Salam, hörmətli müəllimlər. Sertifikasiya üzrə test izahları verirəm. Keçirik test izahına. 4-cü testimizdə choose a correct preposition. Biz burada söz önlərini, doğru söz önlərini tapmalıyıq. Cümləmizdə deyir ki, go the kitchen and get a bottle milk the fridge. Deməli, deyir ki, get mətbəxə və bir butulka süd soyuducudan gətir. Deməli, burada birincidə olacaq to, ikincidə of, üçüncüdə isə out of olacaq. Doğru variantımız B variantı. 8-ci testimizdə he was hardly upset when he heard the news. Bu cür cümlələrdə budaq cümləyə deyil, yəni bağlayıcı olan cümləyə deyil, baş cümləyə baxmaq lazımdır. Baş cümləmiz də was-landır və hardly də verilib, inkardırsa inkar verməliyik. Doğru variantımız I wasn't either, A variantı. 5-ci testimizdə pronounslar. Did you meet boşluq friends at the party? No, I meet. Deməli, ikinci tərəfdə no olanları, variantları çıxırıq. A variantını çıxırıq, C-ni çıxırıq, D-ni çıxırıq. Qalır B, Y. Any of you yox, çünki isim var burada. Any of your ola bilər. B variantını götürürük, doğru variant. Y də səhvdir. Üçüncü testimizdə choose a line of the noun. Doğru isimləri seçməliyik. A variantında witness, folklore, participant, danger. A variantı doğru variantdır. Dördü də isimdir. B variantında dreadful, sifətli olmaz. C variantında stormy, sifətli olmaz. D variantında dishonest, sifətli olmaz. Y variantında egoistical, sifətli götürmürük. 6-cı testimizdə exclamatory sentences, yəni nida cümlələrini istəyir. What an interesting and funny this story is. Səhvdir. An artiklını ismə görə götürmək lazımdır. Burada da isim yoxdur, bir səhvdir. İkincidə doğru variantdır, bəli. May işlənibdir. İsimlə sifətin ortasında 2 düzdür. 3-də what strong and competent the sportsman looks. Səhvdir. 3-də səhvdir. Deməli, 4-cüdə doğru variantımızdır. İsimlə sifətin ortasında yəlkalı işlənibdir, düzdür. 2, 4, C variantı. 7-ci testimizdə negativ sentences, yəni inkar cümlələri tapmalıyıq. A variantında my niece can speak neither French nor English. Bəli, doğru variantımız elə A variantıdır. B variantında to təsdiqdə işlənir. C variantında likes yox, like. D variantında something təsdiqdə işlənir. Y variantında some təsdiqdə işlənir. Burada isə hardly veribdir. Y variantı da səhvdir. 5-ci testimizdə choose a correct variant. The weather on the islands have been sunny. Deməli, söz önü görürüksə, söz önündən əvvələ baxırıq. The weather verirsə, have been yox, has been olmalıydı. B variantında drugs that are effective. Bəli, zətdən əvvələ baxırıq. Drugs isə cəm olmalıdır. Xəbərimiz cəmdə veribdir. B variantı doğru variantdır. C variantında boys verirsə, gets yox, get olmalıydı. C variantı səhvdir. D variantında of sözündən əvvələ baxırıq.
Bubbles verirsə was yox, V olmalıdır, D səhvdir. Y variantında deməli the number of-un xəbəri are yox, is olmalıdır, Y də səhvdir. Cümlə tamamlama. Composite sentences. I want to know bizim baş cümləmizdir. Və budaq cümlələrimizi nəqli cümlə kimi götürməliyik. A variantında when olmaz. When-dən sonra has işlənib çünki has işlətmək olmaz. B variantında did she yox. Nəqli cümlə kimi olmalıdır. C variantı doğru variantdır. D variantında receives olmalıydı. Səhvdir. Y variantında da that to know-la işlənmir. Səhvdir. 10-cu testimizdə bizdən make-up dialoq, yəni dialoq qurmadır. Birinci gəlir, baxırıq ki, 3. Mom, please will you let me stay at Sili's house tonight? Ana deyir, zəhmət olmasa bizə Silinin evində bu axşam qalmağa icazə ver. Birinci gəlir 3. Və 5 gəlir sonra. No, I won't. Yox, icazə vermirəm. Sonra gəlir 1. Why? Nə üçün? Sonra gəlir 2. The last time you stayed there, you stayed up late and you were too tired to go to school the next day. Deyir, keçən dəfə sən deyir, orada qalanda, sən deyir, gec yatmışdın, gec oyanmışdın və deyir, sən məktəbə deyir, gedəndə deyir, yorğun idin. Sonra 2-dən sonra gəlir deməli 6. That's true. Bəli, bu doğrudur. But we won't do that again. Ancaq biz bunu bir də təkrar etməyəcəyik. Sonra gəlir 4. Well, all right then. You can go but only if you promise to behave. Yaxşı. O zaman sən deyir, gedə bilərsən, ancaq özünü yaxşı apararsan, yəni bu dediklərini, yəni əməl edərsən. İkinci testimiz. How many variants are correct? Every of magazines olmaz. Səhvdir. Both aren't olmaz. No'dan sonra isim işlənməz. A few call olmaz. Such a little duck. Bəli. Burada a little deməli duck'a görə götürülüb sayılan təksimdir. Little də sifətdir. Saçdan sonra article, sifət, isim, sayılan təksim işlənə bilir. 6. Another impression. Bəli, 6 da düzdür. Impression sözü sayılan təksimdir. Another da sayılan təksimdən işlənir. Doğru variantımız A variantıdır. 12-ci testimizdə deməli, quiet verirsə, burada adi dərəcə götürəcəyik. Burada zən verirsə müqayisə, burada among deyirsə üstünlük. Deməli, doğru variantımız A var. 14-cü testimizdə in which variant is a causative verb misused? Yəni, burada səhv variantı tapmalıyıq. We had a gypsy. Deməli, həddən sonra, əgər ki, həddən sonra cansız olursa, VH forma götürülür. Bu doğrudur. Bunu götürmürük. Bizə səhv variantı istəyir. B variantında he had us laughing all through the meal. Bəli, həddən sonra biz canlı bir də ing-li feil götürə bilirik. Nə zaman? Əgər uğurlu hadisələr, cəsarətləndirmə kimi cümlələr olduqda have üstəgəl, canlı, üstəgəl, verb ing götürülür. B də doğrudur, götürmürük. C variantında have-dən sonra cansız işlənirsə, appearing işlənmir, VH forma işlənir. C variantımız elə səhv variantdır. Deməli, got-dan sonra əgər canlı gəlirsə, to tell işlənib, bəli, D düzdür, götürmürük. Get-dən sonra cansız gəlirsə, VH forması götürürük. Bəli, bu da doğrudur, Y də doğrudur.
Doğru variant C variantıdır. 13-cü testimizdə bizdən vasitəli, vasitəsiz nitqi istəyir. Cümləmiz the teacher said to the students who was absent yesterday. Deməli, cümləmiz xüsusi sual cümləsidir və müəllifin sözləri də keçmiş zamandadır. Biz A variantını çıxırıq. Deməli, B-ni də çıxırıq, heç bir dəyişiklik yoxdur və ola bilməz. Keçmiş bitmiş də götürməliyik. C variantını çıxırıq. Çünki burada the following day ola bilməz. Çünki yesterday danışır. Next day demir. D variantını çıxırıq. Burada absent keçib hədin qabağına. Səhvdir. Doğru variantımız Y variantıdır. The teacher asked the students who had been absent the day before yesterday. 15-ci testimizdə bizim inversiyadır. Only then did I understand. Bəli, only then-dən sonra birinci tərəf dəyişir. Burada da dəyişilibdir. Bir doğrudur. 2-də only when-dən sonra birinci tərəf deyil, ikinci tərəf dəyişilməlidir. Bəli, burada da dəyişilibdir. 2 doğrudur. 3-cüdə only later-dən sonra birinci tərəf dəyişir, ikinci tərəf deyil. Baxırıq ki, doğrudur 3-də. 4-də də only after-dan sonra birinci tərəf deyil, ikinci tərəf dəyişilibdir. Burada da dəyişilib, 4 doğrudur. Yəni, doğru variantımız A variantıdır. 16-cı testimizdə find out the most appropriate variant with correct fractions of the complex sentences given below. Deməli, biz burada clause'ları tapmalıyıq, uyğunlaşdırmalıyıq. Birinci variantımızda burada cümləyə baxırıq ki, so that verilibdir. So that verilibsə, deməli, bilməliyik ki, bu proposdur. Yəni, bir C. İkincidə as verilibdir. Deməli, bu time'a aiddir. Bu olacaq 2A. 3-də so, bir də sifət, bir də that verilibdir. Bu isə resulta aiddir. 3-də olacaq D. Yəni 1C, 2A, 3D olacaq C variantımız. 17-ci testimizdə passive voice, yəni məchul növü istəyir. A variantında to be forması yoxdur. B variantında yoxdur. C variantında they are deyilən məchul növ olmur. D variantı doğrudur. To be üstə gəl V3 forma. Y variantında da yoxdur. Birinci testimizdə artikelları tapmalıyıq. We had good picnic sayılan tek isimdirsə, burada a artikli olacaq. Burada isə in the forest olacaq. Doğru variantımız D variantı. 18-ci testimizdə libraries today different from those in 1800. Yəni deyir ki, bugünkü kitabxanalar 1800-cü illərdən fərqlidir. The contents of the libraries greatly through the years. Yəni deyir ki, deməli kitabxanaların deyir məzmunu böyük ölçüdə dəyişilmişdir. İndi baxırıq uzlaşmalara. Deməli A variantı doğru ola bilər. Are have changed. A variantı doğru ola bilər. Götürürük. B variantında are keçmiş zamandan olmaz. C variantında keçmişlə indiki olmaz. D variantında indiki ilə keçmiş olmaz. Y variantında da burada libraries deyir. Deməli, cəmlik veribdir. Burada da has been götürüb səhvdir. Doğru variantımız A variantıdır. 19-cu testimizdə of verilibsə, burada ing-li götürməliyik. Y variantıdır.
20-ci testimizdə the story was interesting. Of listen to it till the end. Burada baxırıq ki, deməli interestingdən nöqtələrdən sonra isim işlənməyib deyə burada B-ni çıxırıq. So, Z artikli olmaz, saç Z olmaz. Doğru variantımız A variantıdır.